sizi həvəsləndirib meydana çıxartmaq istəyən də var. Ancaq heç kimi dinləməyin. Ta Qabil sevənlər, bu satılmayanlar, odda batmaz, suda batmaz igidlər nə desə onu eləyin. Əlbəttə bu sözü niyə dedim, onu da açıqlama verəcəyəm. Qabağıma bəzi sosial şəbəkələrdə çıxdı, may ayının 10-unda üsyandır, meydandır, nə bilim nədir. Bunu hansı baş xaraflar paylaşırdı? Hansı baş xaraflar paylaşırdı? Evini kredit gəlib basır, evini daşlayırlar, borca görə, faizə görə tez belə bir hövsələsizcəsinə belə bir şey yazır. Kim deyir axı belə bir şey? Kim deyir belə bir şey? Ola bilər inqilab günü sabah olar. Ola bilər üsyan bir həftə sonra olar. Amma Azərbaycanda yoxsa da varsa da müxalifət lideri Əli Kərimlidir. Kim nə qədər güvənir özü bilər. O adam inqilab deməyibsə, ən radikal Qabil Türkoğlu inqilab deməyibsə, üsyan deməyibsə, kimdir onu paylaşan? Hansı geri zəkalıdır onu paylaşan? Tanıdığınız blogerlər, Qabilin ətrafında olan blogerlər bircə şey deyib ki, may ayının 10-unda qalxmalısınız ayağa. Mirzəli olsun, Tural olsun, Elşad olsun, Osman qızı, nə bilim, Qənimət bəy, Əfqan bəy, hamısı var bu qədər Orduxandan belə. Hamısını tanıyırsınız. Avropadakılar bircə nəfər deyib ki, üsyandır hansı ayın, hansısa vaxtında. Bu nə geri zəkalılıqdır? Bu nə axmaqlıqdır? Kim yayır onu? Hökumətin tulaları mı yayır onu? Qətiyyən. Bu saat Əli Kərim də özünü lezvalasa, Qabil də lezvalasa, meydana heç bir neçə min adam çıxa ya çıxmaya. Çünki xalq bilir ki, dəvədən böyük fil var. Bu İlham Əliyevin ağa babaları şillə təpi atda qalmayıbsa, yumruq atda qalmayıbsa, heç vaxtı biz İlham Əliyev yıxamayacağıq. O gün ya uzaqda deyil, o gün çox yaxındadır. Deyəcək inqilab, darıxmayın. Üsyan da olacaq, hər şey olacaq. Bunları bir gecənin içində divan tutub bunlara göməcək bunlar. Amma hər şeyin vaxtı var da qardaşlar. Hər şeyin vaxtı var. İlham Əliyev kimə görə orada oturub? Bax, mən sizə sual verirəm. Bax, buradan sadə bir sual verirəm. İlham Əliyev kimə görə orada oturub? İncilisə onu deyən qələt eləyir. Amerikaya onu deyən qələt eləyir. Bizdən başqa. İlham Əliyev kimə güvənib orada oturur? Deyirəm sizə. Birinci İlham Əliyev orada saxlayan. İsrailə də heç vaxtı deməyin ki, İsrail İlham Əliyevi tam şəkildə orada saxlayan bir devlətdir. Yox. Sən 100 min meydana çıx, uzaqbaşı yeni gələnlə uzlaşacaq Yahudilər, dünyanı idarə edən olar. Uzaqbaşı yeni gələnlərlə uzlaşacaq. Ay kişi, İlham Əliyev orada saxlayan, birinci, indiki zamanda birinci Erdoğandır, ikinci Putin. Bəzi hallarda da renk dəyişdirirlər. Birinci Putin olur, ikinci Erdoğan olur. Qardaşlar, sabah meydana çıxdı xalq. Bizdən qabaq Belarusiyada oldu, bizdən qabaq Qazaxstanda oldu, bizdən qabaq Özbəkistanda oldu. Meydana çıxan xalqı neynədilər? Rus Wagnerləri töküldü, döydü, öldürdü, hamısını məhv elədi. Hələ orada ordu da keçmişdi biraz xalqa tərəf. Polislər də keçmişdi böyük bir hissəsi. Gördünüz mü? Bax, indi Erdoğan. O boyda 86 milyon, 90 milyon Türkiye Erdoğan'ı hələ ki yendirəcəklər. Amma hələ də yendirəmirlər. Baxın ha. İndi Türkiye'dən danışacağım ha. Niye? Oradan alır bu diktatorlar hamısı alçaqdılar.
şərəfsiz oğraşdılar. İlhamın problemi olanda Erdoğan kömək eləyir, Rusiya kömək eləyir. Erdoğan xalq elə qalxanda İraqdan, Suriyadan, Azərbaycandan, hansısa ölkələrdən qüvvə gətirib xalqı döydürmək istəyir. Və döydürürlər. Dəyərli həmvətənlər, Türkiyədən birazdan danışacağım. Baxın, Özgür Özen, CHP'nin lideri. Bax, mən deyəni deyir. Vallahi də, billahi də mən deyəni deyir. Allah bax. Bax, Özgür Özen mən deyəni deyir. İndi sizə göstərirəm mən sizə. Bax, ala. Xalqı döyənlərə. Bayram mübarek gün, andolsun ki namusum üzerine söylüyorum. Bu gençlere kötü davrananların her birini teker teker bulacağım. Devlet görevlisiyse de bulacağım. Polisse de bulacağım. Hakim savcıysa da bulacağım. Tut ki cezaevinde, ben bu cezaevinden öyle bir şey beklemem. Ama cezaevindeki bir görevli, hatta bir hükümlüyse sonsuza kadar takip ederim arkadaş. Biz dava adamıyız. Biz inanç adamıyız. Biz kararlılık adamıyız. Ben 10 yaşından beri yatılı okulda büyümüş birisiyim. Bir kişiyi geride bırakmadım. Bir kişiyi satmadım. Bir tane masuma kötülük yapana da yandaş yoldaş olmadım. Ölümü göze alırım. Bu mağdur çocukların ahını yerde bırakmam. Bu kadar söyleyeyim. Bayram mübarek. Eşq olsun. Eşq olsun. Bax, mən də deyirəm. O günləri biri yazmışdı. O günləri biri yazmışdı mənə. Biri yazmışdı, mesajda yazmışdı, yorum yerində minlərlə adam yorum yazmışdı. Biri yazmışdı ki, Lənkəranda mənim komandirim olubdu, işverənlik eləyirdi. Baxın ha, bu qədər komandir olmuşam. Bu qədər məktəblərdə, hərbi məktəbdə işləmişəm, komandir ya müəllim. Bu qədər orta məktəbdə işləmişəm, bu qədər. Bircə nəfər, hər yerdə də əclaf vardı, hər tağımda, hər sinifdə, hər yerdə əclaf var. Bircə nəfər barmağını yumsun. Bircə nəfər ortaya çıxardın ki, bircə nəfər ortaya çıxardın ki, Qabil onu cəzalandırıbdır. Qabil onu həbs elətdiribdir. Hə, bir dənə hərbi məktəbdə demək olar, adım cəza idi. Məktəbdən heç kimi qovalatdırmamışam. Ancaq sadəcə ballarından çıxırdım. Sonra balı yerinə bərpa eləmək mənim əlimdə deyildimi? Sadəcə biraz nizam-intizam yaransın deyə bunu edirdim. Sonra da bərpa eləyirdim ballarını. Yəni, dəyərli həmvətənlər, bir nəfər barmağını qatlaya bilməz ki, Qabil hardasa, onun ailəsinə, onun ailəsinin çörəyini kəsib, onun məhkəməyə, prokuraturaya verməkdən onun ailəsinə zərbə vurur. Mən də bilirdim ki, onun ailəsi, bir adam bir qələt törədəndə, bir cinayət törədəndə, onun sadəcə prokuratura ailəsini soyacaq, ailə bədbəxt olacaq. Ona görə mən hər vaxtı özüm cəzalandırırdım. Özüm cəzalandırırım. Bu barədə mən Elnur Məmmədov var idi, briqada komandirim, Tərtərli balası. Elnur Məmmədov, çoxamı tanıyır onu. O da özü cəzalandırırdı. Heç vaxtı prokuraturaya kimsə verməzdi. Yəni, bəzi komandirlər var, hamısı prokuratura ilə əlbir işləyirlər, yarı-yarıya işləyirlər, faizə işləyirlər. Turan Sadıqlı. Qabil Məmmədov. Gəlirik Leyla xanım, heç narahat olmayın, atanız tapşırıq verib baş prokurorluğa, vəsiqəmiz də götürüb 15 apreldə gələcəyik Bakı. Heç narahat olmayın, bilirəm, çağırırsınız, darıxmısınız bizim üçün. Avtobus yox, gəlirik planla. Dedilər ki, mühacirlər gəlsinlər vətənə, bizdə bitmiş avtobusa, biraz pul çatışmazlığı var deyə avtobusla gəlirik. Dəyərə biletini almağa pulumuz olmadı, hökumət də ödəmədi pulu. Azərbaycan təbii. Azərbaycan hökuməti. Deyirlər, ermənilərdən fəaliyyələşir, ermənilər niyə ödədir? Onu deyənim, atasının görünən lənət olsun yalansa. Ermənilərin verdiyi yerə avtobus da satır.
Əliyev, xalqa qarşı etdiyin zülmlərə görə cavab verəcəksən. Mən söz verirəm buna. Azərbaycan Respublikasının gələcək prezidenti Tural Sadıqlı avtobusda. Biz sadə insanlar və xalq içindən çıxmışıq. Dostlar salam. Bildiyiniz kimi Bakıda məni axtarışa veriblər. Mən də gözlədim, dedim Ramazan çıxsın, oruçlarımız inşallah bitsin. Allah bütün oruç tutanları oruçlarını qəbul eləsin, ibadətlərini də qəbul eləsin. Və Bakıda axtarışa veriblər. Mən də durdum, gəldim acığa. Bunlar məni axtarışa verib Avropada axtarmağa Interpolla Bakıya gətirməyə çalışırlar. Mən də acığa Yunanistanın bir adasına gəldim istirahətə. Və buradan hətta durbinlə baxsan Türkiyə belə görsənir. Qardaş Türkiyəmiz. Əlbəttə orada getmək istəyərdim, amma ora bizim üçün təhlükəlidir. Türkiyəyə geçsək bizə Azərbaycana geri verərlər. İnşallah Türkiyədə gedəcəm, Azərbaycana da qayıdacam. İrəli bunların acığına, bax belə dünyanı da gəzəcəyik, Azərbaycana da gələcəyik. Çünki bizim alnımız açıqdır, təmizik və yalnız haqqı danışırıq. Biraz yaxınlaşdırsam, telefonla çəkirəm də Türkiyə görsənmir. Amma durbinlə baxanda Türkiyə görsənir. Türk qardaşlarımıza salam olsun. Bildiyiniz kimi mənə cinayət işi açıblar Bakıda. Baş prokurorluq 15 apreldə Bakıya çağırır məni. Mən də aeroportdayam. İndi birazdan təyyarəyə minəcəm və bu təyyarəyə itimlə bərabərəm. Zəng elədim elə bu aeroportdan baş prokurorluğa. Dedim ki, bəs mən itsiz heç yerə getmirəm də. Onlar itimlə gətirim. Dedi, yox, ancaq sən axtarışa vermişik. Mən də dedim ki, o zaman mənim itimə də cinayət işi açın, onu da axtarışa verim. Baş prokurorluğa çağırın, onda gəlirəm. Əks təqdirdə gəlməyəcəm. Gözləyirəm baş prokurorluqdan. Mənim itimə də cinayət işi açsınlar, birgə gələk. Bu gənc adam həbs olundu. Sonra həbsdən çıxdı və ölkəsinə tüpürüb köçdü bu ölkədən. Türmə tikməsinə prezident, iş yeri tiksin, işsizəm, ailəliyəm, mən uşağımı saxlaya bilmirəm. Yaxşı olacaq, yaxşı olacaq, haradan yaxşı olacaq? Erməniylə üzbəüz olmuşam, Erməniylə vırışmışam mən orada, pozisiyada. İndi gəlim mən bunlarla atışım burada, daş atım, Dubinqa vırsınlar mənə. Budur, hansı bir nazirin oğlu gedib canlı bir dənə şəhid görüb. Gedin baxın da Facebookda baxın da görün də kimlərin balaları necə yaşayır. Heç əskərlikdə olmayıb. Heç əskərlikdə də olmayıblar. Xeyr ola. Dini danışıramız, akşam gəlmə aparacaqlar. Ona görə ki, haqsız dünyadır. Haqsız dünyadır. İş üçün gedirsən, deyirsən, kim göndər? Ala mənə valideyim göndər ki, get işlə günə dövlətində, qazan günə. Adın soyadı, qardaş. Adın soyadı, da? Ot maşını. Mən neyləmişəm ki? Otu da ha, söz deyəndə eşitdi ha. Ha mən İstanbul atacağım. Ha bunu ne açmışam? Bunu ne açmışam buraya? Bakın ne açmışam bunu? İlham Əliyev nə qədər ordadsa, bərəkət olmayacaq. O İlham Əliyevi, qeyri-milli İlham Əliyevi rədd eləyəyim, ondan sonra insan kimi yaşayaq. Az qaldı o günə.